Əgər səndə də bu davranışlar varsa, deməli daxilində bir dəyərsizlik duyğusu daşıyırsan. Qəlbinin dərinliklərində yəqin ki, mən kifayət qədər deyiləm düşüncəsi səni daim incidir. Bu hansı davranışlardır belə? Əgər insan başqalarının yanında özünü tez-tez sübut eləməyə, yüksəltməyə, göstərməyə çalışırsa və ya ağıllı, gözəl, uğurlu hesab elədiyi insanı alçaltmağa, əzməyə, kiçiltməyə çalışırsa, və yaxud da ki, kifayət qədər uğur qazanmış, fiziki, maddi imkanı geniş olan insanların yanında durmaqdan çəkinirsə, onlar olan məclisə getmir, orada özünü pis hiss edirsə, öz maddi, fiziki durumuna görə, məsələn, əlindəki telefona, saçına, başına, görünüşünə görə utanırsa, daxilində bir dəyərsizlik duyğusu var. Və bu da insanın bilərəkdən etdiyi bir şey deyil, uşaqlıqdan gələn bir haldır. Uşaqlıqda verilən şərti sevgi insanı get-gedə bu düşüncəyə gətirib çıxarır ki, uğurlu olmaq, gözəl olmaq bərabərdir, sevilmək, dəyərli olmaq. Bir insanın maşınının, evinin, geyiminin bahalı olması, özünün gözəl olması, uğur qazanması birini digərindən üstün və dəyərli etməz. Hər bir insan özlüyündə dəyərlidir, hər bir insanın özünə məxsus bacarığı var, resursu var. Uğurlu olmaq sadəcə olaraq insanın komfortlu yaşamı üçündür, özünə gözəl gələcək qurması üçündür. Özünü kiminləsə müqayisə etməsi üçün deyil.